Selamlar dostlar, videoya hoş geldiniz. Bugün yeni sezon geldi. Altın bileti aldım ben de. Buradan ilk önce bir ejderha zırhlı prensibi seçim. Ben burada göstereceğim şey bu saldırılardı. Bunları canlı yayında eləmişdim. Əvvəlki canlı yayınıma baxsız orada görebilirsiniz. Burada ilk önce roket balonlarla zehir kulelerini ikişər atacaq. Məqsəd zehir kulelerini almaqdır. Bu arada dediğim kimi yani canlı yayında tesadüfen şey olmuştu. Bura 3 yıldız atmıştım. Daha sonra buradan gelip 3 tane bura yıldırım, 3 tane de bura yıldırım. Sonra ortaya doğru belə bir deprem, ortaya doğru belə bir deprem. Daha sonra buradan buradaki şeye bir tane bebek ejder büyücü kulesinin, burada da büyücü kulesine bir tane bebek ejder. Sonra burada da bir tane büyücü kulesine bebek ejder. Burada da bir tane büyücü kulesine bebek ejder. Burada bir tane de atırıq. Biri burada mütləq alınmırdı. Daha sonra buradan ejderimizi atırıq. Ardından buradan bir tane tazını da bu tərəfdən atırıq ki, hər ikisi kaya fırlatıcılardan hər ikisi oraya baxmasın. Buraya 2 tane roket balon atırıq. Əlimizdə yarasa büyüləri var. Yarasa büyüləri ilə bir şeylər eləyəcək. Bura iyiləşmə ata bilərəm əslində. İyiləşmə bura atdıq. Çox da bir mənası yoxdur, amma yenə də atdım da. Lav tazısı da iləride partlayacaq. Buradan sol tərəfdən atırıq şeyi. Yarasa büyüsün. Daha sonra bura bir dondurma. Ora aldığı için burada bir tane dondurma. Bir dəfə də dondurma. Ortalıq atmalıyıq. Orada biraz riskli vəziyyətdədir bizim ejderimiz. Orada ölə bilər. Al. Qəşəng. Yəni aldı. Bu şəkildə buranı da 3 yıldız atdıq. Yəni burada kafama göre sağlanmışdım əslində. Yəni bir yerdən baxmamışdım dediyim kimi. Yəni orada təkcə cəhənnəm belə takıldı, amma yenə də düşmədi ejder dükü. Həqiqətən çox güclü bir kahramandı. Sıradakı acil kurtarmadı. Bura biraz üçləmək çox çətin oldu. Amma bir təhər üçləmişdim. Burada oxçularla beraber buradan Klan kalesini çıxartdıq. Daha sonra bura ejder dükünü atırıq. Sonra bura bir dənə madənci. Sağda da Şekisiyayna da bir dənə madənci. Daha sonra buradan birlikləri bir çəkək bu tərəfə. Buradakı hava savunmasını oxçularla alırıq. Burada da oxçu kulesini, oxçu ilə çəkim o Pekka ilə büyücüləri. Buradan da oxçuları oradakı hava savunmasını attım. Orada ejder dükümüz ilerleyir. Hələ ki ora bir şey atmayacaq. Buradan süper yetini atıp klonlayırıq. Sonra bir dənə madencimiz qalıb. Onu da buradan atırıq. Ejder dükünün hələ özəlliyi qalır. Buralıqda bir yerdə onu basacağıq. Süper yetilərimiz var. Burada deyəsən sərsəmletmə var idi, amma heç özəllik basmasam belə bura 3 yıldız gələr yəni. Burada özəllik basıb sərsəmlətdim hər ehtimala. Gördüyünüz kimi burada 3 yıldız. Yəni yanında birliklər olsa belə bu kahraman hələ də güclüdür. Yəni bebek ejder kimi bir şeydir də. Burada da belə bir köyümüz var. Yine bayaq elədiyimiz kimi zehir kulelerini 2 tane roket balon. Burada 2 tane roket balon. Oradan zehir kulelerimiz bir düşsün. Daha sonra buradan 3 tane roket balon. O teşli cehennem kulesine. Buradan 2 tane bu hava savunmasına. Sonra 2 tane de attım. Cehennem kulesine atırıq. Düşmədi, olsun, bir dənə də roket balon atırıq. Daha sonra buradan saldırımızı bir başlatırıq. Ejder dükünü buradan atırıq. Koruyucunu hava eləyib buradan göndəririk. Tazı, ejderlər. Roket balonumuz bir dənə var, amma hələ ki işlətməyəcək onu. Daha sonra buradan atdıq.
Zeppelini buradan atdıq. Bura klonlayırıq, öfkə atırıq. Oradakı balonlar klonlansın. Daha sonra buradan bu şeyləri atırıq. Süper minyonları buradan atırıq. Amma cəhənnəm kulesini görməyəcəyi şəkildə siz atın. Mən tam alındıra bilmədim. Biraz sağlıq. Neyse bir şey olmaz o görsə də. Daha sonra bura bir dənə roket balon ataq. Bura bir dənə də şey attım. Özəlliyini bastım, sərsəmlətsin bir oraları. Elə də önəmli deyil idi, amma əlimizdə görünməzliklər var. Zehri biz istifadə etməliydik. Buranın içlənməsi biraz problem olacaq. Vaxt çatar mı onu bilmirəm. Və kostumu var yəni gördüyünüz kimi. 2 dənə görünməzliyimiz var. Onları təkcə cəhənnəmə takıldığı zaman işlədəcəyik. Yəni siz daha düzgün bəlkə saldıra bilərdiniz orada ejdər dükünə. Koruyucu məsələn orada həyatda tuta bilərdiniz. Amma mən elə də bacara bilmədim onu. Burada görünməzlikləri işlədəcəyik. Amma işlətməsək belə yenə də burası 3 yıldızdır. Belə tam anlata bilmirəm. Çünki savunma binalarının arada yadımdan çıxa bilir adları. 4-cü saldırımıza keçək. Burada 3 yıldız idi. 4-cü saldırımızda kraliçe yürütəcək. Kraliçe yürüyüşü çox köhnələrdən qalmış bir şeydir. Buradan duvar yıxıcı atırıq. Sonra şifacılar. Orada indi kraliçeyi ilerletməliyik yavaşca. Yəni kraliçe dev ok olsaydı çox qəşəng olardı əslində, amma yoxdur. Burada kraliçeyə diqqət eləməliyik. Bura bir dondurma ataq və oraya iskelet büyüsü attım. Bura öfke büyüsü atırıq. Kraliçe ölə bilər orada. Durum o şəkildədir. Orada biraz təmizlik eləsin. Məqsəd əjdərlər içəri girməsin. Şampiyon yürüyüşü misali. Oradan monoliti aldığım kimi geri çağıracağım. Monoliti aldıq mı? Bura bir zehir büyüsü. Ehtiyac yox idi. O tek attı onsuz da. Buradan ejdər dükün sağlıq göndəririk. Daha sonra buradan koruyucunu hava eləyib atırıq buradan. 4 dənə ejdərimizi buradan sallayacaq. Bura bir dənə bebek ejdər. Buraya da bir dənə bebek ejdər. Sonra bunlar içəri girsin. Aha girdilər. Balonları da salladıq. Kraliçeyi də atdıq. Kraliçe ordu ilə bərabər oradan gedəcək. Sağ tərəfdən də ejdər dükü özə gedəcəkdir. Kraliçe üçün bir dənə duvar yıxıcı attım. Oradan duvar yıxıcı oranı patlatsın. Özəlliyi basaq çünki ejdərlərimiz ölürdü. Məsələn burada birinin canı azdı. Ejdər dükünün hələ də özəlliyi qalır. Kraliçenin özəlliyini basa bilərəm, amma hələ də ehtiyac yoxdur. Bura onsuzda 3 yıldız olacaq. Buradan da bir dənə büyücünü atırıq. Oradan öz təmizliyini eləyəcək. Sonra buradan kraliçeni basaq, özəlliyin sürətli bir şəkildə təmizləsin. Ejdər dükünün özəlliyini basmağa ehtiyac yoxdur əslində. Amma mən yenə də basacağım. Hatta özəlliyi nə idi burada xatırlamıram belə. Buradan belə bastıq. Sərsəmlətməymiş bir önəmi yoxdur. Onsuz da bura 3 yıldızdır. Yəni bu şəkildə. Kafama görə dalmışam kimi görükə bilər. Bəzi şeyləri də qaçırmış ola bilərəm. Bu şəkildə idi. 8 gün sonra yeniləri gələcək. Onların da videolarını paylaşacağım. Bugünlük videomuz bu qədər olsun. Sonraki videoda görüşmək üzrə deyim. Sağ olun, salamat qalın.